xeyir olsun. Səni yenə öz evimdə qonaq görmək məni hədsiz dərəcədə xoşbəxt eləyir. Denən niyə? Çünki biz bugün səninlə çox maraqlı bir mövzu haqqında danışacağıq və mövzumuz ingilis dilini necə daha yaxşı təkmilləşdirə bilərəm. Əgər bir marketoloqamsa, baxın, burasına diqqət yetirək. Mən ingilis dili müəlliməsi deyiləm, amma 7 yaşımdan ingilis dilinin içindəyəm və ingilis dilli təmayüllü idik biz də məktəbdə və illər ərzində də demək olar ki, bu dili şükürlər olsun ki, hədsiz dərəcədə sevirəm və daim inkişaf elətdirmək üçün əlimdən gələni eləyirəm. Çatışmayan tərəflərim varmı? Var. Yəni hədsiz dərəcədə var. Yəni bir nəzərə alsaq ki, bizim ana dilimiz Azərbaycan dilidir və biz daima Azərbaycan dilində danışırıq, Azərbaycan dilində düşünürük və kommunikasiyamız Azərbaycan dilində, ingilis dili bizə sadəcə lazımlı anlarda, ehtiyac duyduğumuz anlarda lazım olur. Hələ bir, bu arada ehtiyac duyduğumuz an deyiriksə, əgər sən marketoloqsansa, sənin bu dilə həyatının bir çox hissəsində ehtiyacın olacaq. Denən niyə? Çünki araşdırmaq istədiyin kitablar, oxumaq istədiyin kitablar, mənbələr, bütün bunların hələ market, belə deyək də, hissəsini öyrənmək istəyirsənsə, ingilis dilini müəyyən səviyyədə bilməyin vacibdir. Yaxşı, bəs Mihal, mən bunu necə öyrənim, necə eləyim, sən bunu necə öyrənmisən, mənə nə kimi dəstəyin ola bilər, mənə nə kimi köməyin dəyə bilər ki, bu dili mən də sənin kimi və yaxud da özüm kimi, sənin özün kimi mənimsəyə biləsən. Baxın, mən bu kitabın sahibi ilə mi deyim, bu kitabın distributoru ilə mi deyim, bu kitabın satış mərkəzi ilə mi deyim, heç bir əməkdaşlığım, heç bir tanışlığım, dostluğum, heç nəyim yoxdur. Sadəcə ilin əvvəlində, ilin əvvəlində, dərs ilinin əvvəlində, yəni 2024-ün sonunda mən ilə həmişə belə sentyabrdan maya qədər baxıram. Oktyabr-noyabr ayları idi. Mən Business English fərdi təlimi götürürdüm və orada müəlliməm mənə bu kitabı çox belə hədsiz dərəcədə məsləhət gördü və mən onun məsləhəti ilə bu kitabı demək olar ki, bitirdim. Sadəcə sağlamlığımda bir-iki dənə nüans yarandığına görə təlimi orada dayandırmaq məcburiyyətində qaldım və daha sonra da həyatımda bəzi hadisələr baş verdi. Yaxşıya doğru da oldu, pisə də doğru oldu. Ona görə yenidən onu başlaya bilmədim. Amma kitab mənə dəyər qatdımı? Bəli, dəyər qatdı. Sənə də dəyər qatacaqmı? Bundan %100 əminəm. Ən azından alıb sınamağa, əgər almağa pul vermək istəmirsənsə, hər yerdə PDF-i doludur. Hər yerdə. Hətta gəl mən sənə bunun sözünü verim. Əminəm ki, var. Mən buradan xahiş eləyirəm, kimlər istəyirsə, gəlin hətta belə eləyək də, əməkdaşım Nərgiz tapıb verəcək bu linki sizə. Kimlər bu PDF-in linkini istəyirsə, komment olaraq yazsın ki, Nərgiz o linki, o PDF-i bizə tap mütləq göndər və biz də elə PDF-in linkini mənim Instagram səhifəm ola bilər, YouTube burada ola bilər, bu videonun altında ola bilər, elə ora linkimi yazarıq ki, ən azından sınayarsınız. Bu arada burada Nərgizə sevgi dolu salamlar, çünki Nərgiz mənim komandamın, belə deyək də, iki gözündən biridir. Çox çalışqan tələbədir, əməkdaşdır, dostdur və s. Bunu kənara qoyduq. Gəldik biz indi bizim bu kitabımıza. Bu kitab nəyi? Mahal, sən bunu tərif eləyirsən, yaxşıdır, əladır, falandır, okey, başa düşdük ki, sən əməkdaşlıq eləmirsən də, yəni bu kitabı niyə bu qədər tərifləyirsən? Gəlin sizə bunun birinci səbəbini deyim. Birinci növbədə, market leader. Bazarın son 20 ildə liderləri haqqında məlumatlar verir. Ən azından
sən burada artıq biznes conversationlarını, biznes üzrə danışıqları hansı formada, hansı dildə, hansı terminologiya ilə, hansı terminlər ilə danışacağını, ifadə edəcəyini artıq bilirsən, bilmiş olursan. Və bu sənə əlavə söz bazasından əlavə olaraq da sənə bilgi də ötürür və sən sabahsı gün artıq marketoloqlar ilə bir məclisdə oturanda, bir networking tədbirlərində olanda artıq rahatlıqla öz fikirlərini, bizneslər haqqında, burada yazılan bizneslər haqqında məlumatları onlarla rahatlıqla bölüşə biləcəksən. Bu kitabda nələr var? Gəlin, hətta bunun arasından görürsünüz, mənim burada özümün vərəqlərim də var. Bu arada mən dəftər kitabları, bilmirəm, bəzi insanlar bunu kitablara kitablara niyə işgəncə verirsən deyir. Amma burada da indi Nərgizim bizim bu videomuzu da Nərgiz editləyəcək. Nərgizin bu hissəni böyüdər və baxarsınız ki, yəni mən kitab oxuyanda hər yerini, hər səhifəsini oradan nəsə highlight edib, nəsə öyrənməyə çalışıram. Bu kitabda nələr var? Onu izah eləyəcəkdim sizə. Deməli, ilk növbədə mövzulardır. Mövzular haqqında ümumi discussionlar var, yəni müzakirələr var, yeni sözlər var, ev tapşırıqları var, maraqlı tekstlər var, qrammatika var və s. və ilaxır. Və dediyim kimi bir daşla bir neçə, düzdür, bu misalı çox sevmirəm, bir daşla bir neçə quş vurmaq, çünki yəni heyvanları hədsiz dərəcədə çox sevirəm. Amma sözün əsl mənasında siz bir topla, gəlin belə deyək, bir topla bir neçə daşı yerindən oynatmış olursunuz. Həm məlumat öyrənirsiniz, həm qrammatikanız, həm yeni söz bazanız, həm şirkətlər haqqında məlumatlar. Misal üçün elə bu məlumatları deyərkən maraqlı bir dənə case study çıxdı qarşıma. Deyir ki, principles or profit. Yəni sənin şirkətin olsun, brendin olsun, məhsulun olsun, fərqi yoxdur. Sən öz prinsiplərinə mi görə hərəkət eləyəcəksən, eləməlisən, yoxsa mənfəətini mi düşünməlisən? Bu əslində iki başlı səslənir. Əgər bacarırsansa hər ikisini eləməlisən. Düzdür, indi biz burada marketinq təliminə yol almış oluruq. Bununla bağlı da maraqlı nüansları elə bölüşərəm sizinlə, çoxlu, amma yəni burada bir balaca məni maraqlandıran mövzu oldu və onu sizinlə bölüşmək istədim. Belə, bu arada bu kitabın arxa hissəsində, Nərgiz, buranı da böyüdərsən, xahiş edirəm, bu hissəsində, hətta gəlin belə tutum, bu hissəsini böyüdərsən, Business English Dictionary var, hansı ki, siz yalnız və yalnız dictionary hissəsini, yəni vocabulary, yəni lüğət hissəsini böyütmək, inkişaf elətdirmək istəyirsinizsə, o kitabı da əldə edə bilərsiniz. Düz o kitab məndə yoxdur, sadəcə burada Longman'ın biznes ingilis dili lüğətinin recommend nə idi uşaqlar? Məsləhət görmək, məsləhət gördüyünü bildirirlər. Longman, səhv xatırlamıramsa, mən IELTS-ə hazırlaşanda Longman'ın kitabını IELTS sözləri var idi orada. Bilmirəm, indi bizneslə də bağlı varsa, demək ki, var ki, bunu da sizə məsləhət görürlər. Ancaq söz öyrənmək istəsəz, onu da əldə edə bilərsiniz. Belə, bu videonu bəyəndinizsə, sizdən xahişim, mütləq formada mənə dəstək olun, sizdən dönə-dönə xahişim. Çünki mən sırf sizin üçün buradayam və sizə öz bilgilərimi ötürmək üçün buradayam və sizin də motivasiyanız, dəstəyiniz mənim üçün hədsiz dərəcədə önəmlidir. Ona görə like eləməyi, dostlarınızla bölüşməyi, komment yazmağı, motivasiya edici sözlər, bu arada tənqidiniz varsa, xoşunuza gəlməyən nəsə varsa, onu da rahatlıqla qeyd edə bilərsiniz. Belə, növbəti videoda görüşək.